Subcan xaricə çəkilmiş çevrənin radiusu R, alfa bucağı qarşısındakı tərəfi isə A olarsa, uyğunluğu müəyyən edin. Burada bir R çəkək. Sinuslar teoreminə görə bilirik ki, A bölünsün sinus alfa bərabərdir. Xarici çəkilmiş çevrənin diametrinə, yəni 2R-ə bərabərdir. Buradan A bərabərdir 2R vurulsun sinus alfa. Və birinci ifadəyə baxaq. A bərabərdir kök altda 2R. Və düstura əsasında 2R vurulsun sinus alfaya bərabərdir. R'ləri ixtisar aparsaq, sinus alfa bərabər olacaqdır. Kök altda 2 bölünsün 2-yə. Yəni alfa 45 dərəcədir. Birinci uyğundur alfa 45. B variantı. Yəni 1-ə uyğun gəlir B. İkinciyə baxaq. İkincidə A bərabərdir kök altda 3R. O da bərabərdir 2R sinus alfa. Və buradan R'lər gedəndə sinus alfa bərabərdir kökdə 3 bölünsün 2. Yəni alfa 60 dərəcədir. İkinciyə uyğundur. Alfa 60-dır. C variantı. Üçüncüdə baxaq. Deməli, A bərabərdir 2R. O da bərabərdir 2R sinus alfa. 2 R'lər gedir 1 qalır. Sinus alfa bərabərdir 1-dirsə, deməli alfa da 90 dərəcədir. Üçüncüyə uyğun gəlir A variantı. Digər tərəfdən sinus 60-da aldığı qiyməti həmçinin 120 dərəcədə də aldığı üçün 2-yə C-ni uyğunlaşdırmışdıq. Deməli D də uyğun gələcəkdir. Və sinus 45-də aldığı bucağın qiymətini həmçinin 135 dərəcədə aldığı üçün burada bir də E variantını qeyd edə bilərik birinciyə uyğunlaşdırmaqla. Yəni 1-ə B, E, 2-yə C, D, 3-ə isə A uyğundur.